Bugün kolleclər var, amma kollec məzunları iş tapa bilmir. Maraqlı da, yəni universitetdə bitirənlər bugün müşküldür onları iş tapmaq. Yaxşı, kollecdə oxuyanlar bəs hər il nə qədər məzun oradan olur. Onlar neynəsin? Və kollec lazımdırmı? Əgər onun məzunların əksəriyyəti işlə təmin olunmaq imkanından o qədər də malik deyilər. Çox paradoksal bir məsələdir. Baxaq görək. Oxuyun. Hazırda əmək bazarında iş tapmaq çoxları üçün ciddi problemə çevrilib. Xüsusilə kollec məzunları universitet bitirənlərlə müqayisədə ixtisaslarına uyğun peşə sahibi olmaqda daha çox çətinlik çəkirlər. 2025-ci ildə kollecə qəbul olanların sayı 22.237 nəfər təşkil edib. 2024-cü ildə isə bu göstərici 20.827 nəfər olub. Son illərdə kollec təhsilinə maraq artsa da, məzunların əhəmiyyətli hissəsi əmək bazarında ixtisasına uyğun iş tapa bilmədiklərini deyirlər. Mən Tovuz rayon Dövlət Sosial İqtisad Kollecini qurtarmışam. Özüm yer quruluşu torpaq müfəttişliyini bitirmişəm. Bu dəqiqə demək olar hansı bir ixtisas olur olsun, hansı iş yerinə, qurumlara yaxınlaşanda deyirlər ali təhsilin institut bitirmisənmi? Yəni kollec baxıram ki, yəni mən 4 il yalandan oxumuşam. Boş-boşuna da o diplomun heç bir mənası da yoxdur. Hal-hazırda elə qarşıda çəkiliş götürdüyünüz yerin böründə daşınmaz əmlakdır, yəni orada götürmürlər heç kollecdə. Kollec diplomuna deyirlər ancaq məcburi ali təhsilin olmalıdır. 6 il öncə Gəncə Dövlət Regional Kollecini bitirmişəm. Gəncə daxil, Gəncə, Tovuz, Qazax bütün yerlərdə ixtisasımla bağlı yaxınlaşmışam. Ancaq heç bir yerdə universitet diplomu olmadığına görə mənə köməklik göstərilməyib. 1 ilə yaxın kredit təşkilatlarında kredit mütəxəssisi işləmişəm. Banklara yaxınlaşdığım zaman banklar belə məndən universitet diplomu tələb edib ki, universitet diplomu olmadan səni işə götürə bilmirik. Hal-hazırda gündəlik fərqli işlərdə işləyirəm, daimi bir işim yoxdur. Kolleclər praktik peşələr üzrə kadr hazırlığı üçün nəzərdə tutulsa da, reallıqda bir çox məzun diplom alsa da işsiz qalır. İşə götürənlər isə tez-tez təcrübə və əlavə bacarıqlar tələb edir. Təhsil məsələləri üzrə ekspert Vüsat Əzizov bildirir ki, əsas problemlərdən biri tədris proqramlarının əmək bazarının real tələblərinə uyğun olmamasıdır. Nəticədə tələbələr nəzəri biliklərlə məhdudlaşır, praktik bacarıqlar isə kifayət qədər inkişaf etmir. Kolleclərin məzunları iş tapma imkanları ali təhsil müəssisələri alan şəxslərə nəzərən zəifdir. Çünki işə qəbul zamanı işə götürənlər təbii ki, ali təhsil almış şəxslərə daha çox üstünlük verirlər. Və digər tərəfdən də həm dövlət, həm də təhsil müəssisəsi öz məzunlarını işdən təmin etmək baxımından müəyyən işlər görməlidir. Bunun üçün təhsil müəssisəsi karyera mərkəzləri yaratmalıdır. Həmin karyera mərkəzləri özəl və dövlət müəssisələri ilə əlaqə yaradaraq həmin məzunların iş tapma imkanlarını genişləndirməlidir. Bundan başqa həmin belə deyək,